Deməli, fizika 1-ci qrup 20 sınaq testinin belə bir sualına baxaq. Saniyə əqrəbinin təcilinin dəqiqə əqrəbinin təcillinə olan nisbəti verilmişdir, 4500. Saniyə əqrəbinin uzunluğu 15 sm olarsa, dəqiqə əqrəbinin uzunluğu nə qədər olar? Bizdən bunu soruşur. Biz təbii ki, çevrə üzrə hərəkətdə mərkəzi qaçma təcilindən düsturunu yazsaq, A bərabər 4 pi kvadrat R bölünsün T kvadratıdır. Bu düsturu nəzərə alsaq, saniyə əqrəbinin deməli təcilinin dəqiqə əqrəbinin təcillinə olan nisbəti bərabər alır. Deməli, buradan görürük ki, radiusdan düz asılıdır. R saniyə bölünsün R dəqiqə. Perioddan isə kvadratik tərs asılıdır. T dəqiqə kvadrat bölünsün T saniyənin kvadratı. Biz verilən kəmiyyətləri yerinə yazsaq, ifadələri yerinə yazsaq, 4500 bərabərdir. Saniyə əqrəbi 15 sm. Dəqiqə əqrəbinin periodu 60 deməli, dəqiqədir və bunun da kvadratı 3600 eləyir. Dəqiqə əqrəbinin radiusu vurulsun, saniyə əqrəbinin də periodu 1 dəqiqədir. Bunun da kvadratı 1 eləyir. Buradan R dəqiqəni tapsaq, bərabər oldu 15 vurulsun 3600 bölünsün 4500. Buradan 45 ilə 15 ixtisar getdi 3. 100 ilə 100 ixtisar getdi. 36 ilə də 3 ixtisar getdi. 12 sm cavab alındı. Cavab 12 sm.